Belə deputat olub 7.000 manat, 6.000 manat maaş alıb insanları aşağılamaq, milləti əskilmək çox asandır. Mən günahkaram ki, kimsə 300, 400, 500 manat maaş alır. Mən tutaq ki, filan qədər. Mən daha nə etməliydim ki, adam kimi yaşamaq üçün? Mən daha nə etməliydim ki, özümün şəxsi, gözəl, adıma, sanıma layiq evim, eşiyim olmaq üçün səyyadaram. Deputat olub 7.000 manat maaş alıb insanları aşağılamaq sizin nə haqqınızdır? Mən bu günə kimi 30-a qədər filmə çəkilmişəm. Mən bu günə kimi 4.000, 3.000, 4.000-ə yaxın Azərbaycan poeziyasının ən gözəl şeirlərini səsləndirmişəm ki, insanlar qulaq assınlar. Belə deputat olub 7.000 manat, 6.000 manat maaş alıb insanları aşağılamaq, milləti əskilmək çox asandır. Mən adamlar tanıyıram ki, 3 institut qutarıblar, fəhləlik edirlər. Kimsiz siz ki, insanları aşağılayırsınız? Qoyun kasıbçılığımızla ölək. Heç kimin ixtiyarı yoxdur ki, heç kim alçalsın. Ayıbdır. Və siz deputatsınız. Siz demirsiniz ki, bu insanların yaşamağa haqqı var, gəlin bu insanlara adam kimi yaşadaq. Günü-gündən vergilər qalxır, günü-gündən cərimələr qalxır. Millətin boğazına çökürsünüz. Buna görə bari susmaq əvəzinə hələ bir danışırsınız da. Ayıb deyilən bir şey var, ayıbdır. Mən 35 ildə Azərbaycan mədəniyyətinə təmənnasız qulluq eləmişəm. Nəyim var? Nə qazanmışam? Ayıb deyilən bir şey var. Danışanda deputatsız. Deputatlığı qoy kənara, ağsaqqalsız, böyüksüz. Danışanda elə danışın ki, kimsənin qəlbini qırmayasınız. Mən bir cümlə deyəndə 1000 dəfə fikirləşirəm ki, birdən kimisə qəlbini qıraram. Ayıb deyilən bir şey var, səyyadaram. Və yaxud başqa bu millətin haqqını yiyən deputatlar. Aldığınız pulun halallığını alın. Balalarınızın sevdiklərinizin burnundan piltə-piltə gəlməsin deyə. Yiyin. Allah imkan versə halal xoşunuz olsun. Amma bizi alçaltmayın. Biz yetərincə ziyalıyıq. Bu milləti sevən insanlarıq. Siz bizi sevməsəz də bu qədər.